Bəli, Binə qəsəbəsi sağa gedən yolda. Ana yola 500-600 metr məsafədə. Asfaltın kənarında, həmin asfaltdan köməkçi avtobus da işləyir. 4 otaq üstdədir, 3 otaq da aşağıdadır. Plus da qaraj. Yəni 7 otaq plus qaraj. Divardır, sağ-sol hər tərəfdən 50 sant məsafəsi var. Yəni keçid mümkündür. Evin hər tərəfindən şkaturu vurulub. Bura qaraj hissədir, gördüyünüz kimi. Qoşa daşla inşa olunub. Qaraja bir maşın rahatlıqla daxil olur. Təmir eləsən, altdakı otaqlarda hamısı şkaturu vurulub. Tam, yəni yaşayışlı vəziyyətə gətirmək olar. Həm əl qapısıdır, həm də jaliz qapıdır. Buradan da gördüyünüz kimi kombi otağımız. Dostlar, təmiz 2 sotda yerləşir evimiz. Ağla işləmə pilləkan. Bir daha qeyd edirəm, 4 otaq üstdə, 3 otaq da aşağıdadır. Ətraf yaşayış massividir. Yerləşmə yeri Binə qəsəbəsi, sağa gedən yol. Koridor sistemli evdir. Kombi sistemləri hamısı çəkilib. Ağ qapılar. Belə bir mətbəximiz. Sağ tərəfdə geniş ölçüyə malik qonaq otağı. TV stentinə qədər hər bir şey yığılıb. Bir dənə desk otağımız. Lüstr aboylarınızın hamısı qoyulub. Bu bir geniş yataq otağımız. Gizli işıqlarla bəzədilib. Bu da digər yataq otağımız. Sanitar qovşağı ilə sizi tanış edirəm. Asma tavanlandır. Aksesuarlar da hamısı qoyulub. Duş kabin yeri də yığılıb. Evimizin dostlar qazı da var, işığı da var, dövlət suyu da var. Buyurun, əlaqə saxlayın. Ana yola 500-600 metr.